İsrailin Müdafiə Naziri İsrail Katz, İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricanini öldürdüklərini bildirib. İran onun öldürülməsi və ya yaralanması ilə bağlı məlumatı təsdiqləməyib. Laricani sonuncu dəfə cümə günü Tehranda keçirilən Qüds günü yürüşündə ictimaiyyət qarşısına çıxıb. O, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın müharibənin tezliklə başa çatacağına dair sosial şəbəkədə etdiyi paylaşıma reaksiyasında müharibəni başlamaq asandır, lakin bir-iki tweetlə müharibədə qələbə qazanmaq olmaz deyib. Elə edəcəyik ki, siz bu yanlış hesablamanıza görə təəssüf edəcəksiniz. Ehtiyatlı olun ki, məhv edilməyəsiz, deyə Laricani vurğulayıb. İran, İsrail və Birləşmiş Ştatların ona qarşı apardığı müharibə fonunda son olaraq İraqın paytaxtı Bağdaddakı Amerika səfirliyinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib. Rəsmi Tehran müharibə ilə əlaqədar Birləşmiş Ştatlar, İsrail və onlara tərəfdaş olan ölkələrin tanker və gəmilərinin Hörmüz boğazından keçidinə qadağa qoyub. Trump boğazın təhlükəsizliyini təmin etmək üçün NATO müttəfiqlərindən döyüş gəmisi dəstəyi tələb edir. Qeyd edək ki, İsrail İranla yanaşı Livanın Hizbullah qruplaşmasını hədəfə alır. Lakin Böyük Britaniya, Kanada, Fransa, Almaniya və İtaliya liderləri Livandakı yerüstü əməliyyatlara qarşı birgə bəyanat yayaraq bildiriblər ki, İsrailin Livandakı quru əməliyyatları dağıdıcı humanitar fəsadlara səbəb ola bilər.